Nə üçün soruşacağım bunu? Cümə günü niyə bizim üçün müqəddəs gündür? Cümə günü Allah yer üzərində bir dənə rəhmət qapısı açıb. Bilirsiniz də, ayların sultanı Ramazan ayı olduğu kimi, günlərin də sultanı cümə günüdür. Allah bütün rəhmət qapısını, düzdür, Allahın yer üzərində açıq, aşkar, bütün hər günü tövbə qapısı, dua qapısı hər gün açıq. Amma xüsusi bir özəl günləri ki var, o özəl günü də cümə günüdür. Cümə günündə bir çox hadisələr baş verir. Hz. Peyğəmbər əleyhissalam cümə günü dünyaya gəlir. Zamanın sahibi Hz. İmam Zaman Əcəlallah Fərəcəhu Şərif zuhur eləyəndə cümə günü zuhur eləyəcək. Hz. İsa əleyhissalam qeybət çəkiləndə cümə günü qeybət çəkilir. Dünya yarananda cümə günü yaranır. Dünya Allah dünyayı yaradanda neçə günə yaratdı və o cümə günü bizim dilimiz desə açılış elədi. Həzrəti Adəm əleyhissalam birinci peyğəmbər, birinci insan cümə günü Allah öz nurundan onu xəlq elədi. Yəni ona görə bütün cümə günündə Allah elə bir ki, yenə təkrar edirəm, amma Allah elə bir qüdrətli, rəhimli bir Allahdır ki, hər günü açıqdır bəndələrin üzünə. Bir misal çəkim.